analar var ki, illərlə qarşı tərəf uşağını ona göstərmir. Bu ixtiyarı kim verir sizə? Bəs hardadır bizim icra orqanlarımız? Nə yaxşı, bir ata alimenti 2 ay gecikdirən kimi xəbərdarlıq dalınca çağırırsınız, orada icra propasiya şöbəsidir, nə bilim nədir, ora çağırırsınız, nə bilim polis xəbərdarlığı eləyir filan filan. Bəs siz niyə anadan tələb eləmirsiniz ki, sən məhkəmənin qərarı ilə şənbə və bazar günü uşağı atasına göstərməlisən? İllərlə tanıdığım şəxsən öz iş yoldaşım var, sadəcə buradan adını çəkməyəcəm. İllərlə tanıdığım adam var, aylardır. Alimentin vaxtı keçən kimi hər yerdən zəng gəlir ona. Amma uşağını aylar da ona göstərmirlər. Niyə bir tərəfli işləyirsiniz? Niyə anadan tələb eləmirsiniz ki? Ata əyyaş deyil, ata narkotik istifadəçisi, narkotik aludəçisi deyil. Atanın, belə deyək də, tüfeyli həyat şəraiti yoxdur. Çox ağıllı başlı, işini işləyib evinə gedən adamdır. Uşağı ataya qarşı bugün yönləndirirlər, analar dəyişdirirlər. Amma siz bir şeyi unutmayın ki, o uşağın atası olmasaydı, bugün o uşaq da həyatda olmayacaqdı. Hər halda Hacı Leylək dimdiyindən heç kim o uşaq gətirmir. Ona görə də bu analar bu qədər hegemonluğu buraxın. Sizin borcunuzdur. Və sizin bütün şeylərdə o məsuliyyət sizin üzərinizdədir. Nə yaxşı pul tələb edirsiniz atadan, qaldırırlar alimenti 300 neçə manata bir uşağa görə. Amma uşağı aylardır sən atasına göstərmirsən. Niyə sən kimsə böyük kişinin qızısanmı? Bu ümumiyyətlə atasına və yaxud da ki, nənə babasına uşaqları göstərməyən qarşı tərəfə aiddir. Sizə ümumiyyətlə necə yanaşma var ki, bu bir tərəfli yanaşmanı nə vaxt sonlandıracaq ümumiyyətlə bizim bu bəzi aidiyyatı qurumlarımız var da? Niyə tələb eləmirsiniz? Məhkəmənin qərarı var. Niyə məhkəmənin qərarı bugün icra olunmur ki? Ana göstərməlidir uşağı. Şənbə günü və yaxud da ki, bazar günü bir gün ata ilə qalmalıdır. Niyə göstərmirlər? Nə yaxşı bəs pulu tələb edirsiniz? Pul şirin şeydir, anladıq. Pul üstündə hamı bir-birini az qala öldürür. Bunu da anladıq. Amma ki, yenə də aidiyyatı qurumlar o pulu ki tələb edirsiniz. Ata deyəndə ki, uşağımı mənə göstərmirlər, deyirlər, o bizə aid deyil, o kimə aiddir? Bəs ancaq pul istəmək sizə aiddir. Başa düşürəm, bunu da tələb edən başqa şeylər. O zaman atadan niyə incirsiniz? Ata deyir, uşağımı görmürəm, pulumu da vermirəm. Haqqıdır da. Düzdür, uşağına təbii ki, aliment ödəməlidir. Amma qarşı tərəfində borcu uşağın göstərilməsidir. Yəni, bu problem bir çox ailələrdə var. İndi o aliment üstündə dalaşan ər və arvadı gördüm ona görə. Düz keçmiş ər və arvad olur, artıq olurlar. İndi ər və arvadı olmur. Amma yəni bu